İstehlakçı hüquqları hər bir vətəndaşın gündəlik həyatında qarşılaşdığı vacib mövzulardan biridir. Keyfiyyətli məhsul və xidmət, aldadıcı reklamlardan qorunmaq, hüquqlarını bilmək hər bir istehlakçının haqqıdır. Bu mövzunun cəmiyyət arasında daha geniş işıqlandırılması və maarifləndirmə məqsədi ilə Kür Qaleriyada xüsusi fotomüsabiqə təşkil edilib. Tədbir istehlakçı hüquqlarının müxtəlif aspektlərini sənət vasitəsilə əks etdirməyə hədəfləyib. İstehlakçı hüquqları həftəsi çərçivəsində həyata keçirilən bu tədbirlərdən biri də istehlakçı hüquqları mövzusunda fotomüsabiqə qaliblərinin mükafatlandırma mərasimidir. Bu fotomüsabiqə agentlik tərəfindən elan olunarkən bizim ilkin məqsədimiz istehlakçıların müvafiq sahədə hüquqlarının müdafiəsində təşəbbüskarlığının və fəallığının artırılmasına nail olmaq və istehlakçılarımızı öz hüquqları barədə maarifləndirməkdən ibarət idi. Müsabiqədə iştirak edən fotoqraflar istehlakçı hüquqlarına fərqli yanaşıblar. Münsiflər heyəti fotoları yaradıcılıq, mesajın aydınlığı və sosial təsir gücünə görə qiymətləndirib. Müsabiqənin sonunda qaliblər müxtəlif nominasiyalar üzrə elan edilib və onların əsərləri mükafatlandırılıb. Facebook sosial şəbəkəsi üzərindən həyata keçirilən fotomüsabiqəyə bir çox kreativ sektordan olan fotoları daxil olmuşdur və media, marketinq, fotoqraf və müvafiq sahə üzrə ekspertlərdən ibarət olan münsiflər heyəti tərəfindən 3 qalib müəyyən edilmişdir və onlar agentlik tərəfindən sertifikatlar və həvəsləndirici hədiyyələrlə təltif olunmuşdurlar. Bu müsabiqə haqda sosial şəbəkələrdə tanış oldum və Facebookda tanış oldum. Fotoqrafiya ilə mən məşğulam, həvəskar məşğulam. Və düşündüm ki, niyə də bu müsabiqədə iştirak eləməyim və istehlakçı hüquqları da mənə yaxın olduğuna görə və düşündüm ki, bu müsabiqədə iştirak eləyim, nə yaxşı ki, iştirak eləmişəm. Fotomüsabiqədə əsas məqsəd istehlakçı hüquqları mövzusuna diqqət çəkməkdir. Fotoqrafiya vasitəsilə verilən mesajlar insanlara öz hüquqlarını daha yaxşı tanımağa və qorumağa təşviq edir.